Təhsil və zaman verilişinin növbəti buraxılışında yenidən qarşınızdayıq. Bugün gənclərin uğurlarında təhsilin rolundan danışacağıq. Çünki təhsil yalnız bilik deyil, insanın gələcəyinə açılan bir yoldur. Bu dəfəki buraxılışımızda tələbələrin, müəllimlərin və uğur qazanan gənclərin fikirlərini dinləyəcəyik. Görək təhsil onların həyatında necə rol oynayır? Bugün cəmiyyətin inkişafında ən böyük rol oynayan amillərdən biri məhz təhsildir. Təhsil yalnız bilik qazanmaq deyil, həm də insanın dünya görüşünün formalaşması, özünə inamın artması və gələcəyə daha inamlı addımlaması deməkdir. Xüsusilə gənclərin uğur qazanmasında təhsilin rolu danılmazdır. Hər bir tələbənin öz ali təhsili ilə bağlı onun hobbiləri və onun maraq dairələri də mövcuddur ki, tələbə ali təhsilə qəbul olduğu müddət ərzində, bu 4 il müddət ərzində həm öz təhsilini irəliləyir, öz təhsil irəlilədiyi zaman yeniliklər əldə edir. Yeniliklər əldə etdiyi zaman isə tələbələrimiz o sahədə öz sahəsini öyrənərək, gələcəkdəki hansı sahədə, hansı peşədə yer tutacağını öyrənərək təhsil pilləsini ona uyğun həyata keçirir. Qeyd etmək istəyirəm ki, təhsilimizdə tələbələrin öz maraq dairələrində uyğun olaraq bizim təcrübə proqramlarımız da önəm kəsb edir ki, tələbə 4 il müddətində təhsil aldığı zaman onun təcrübə proqramlarını yönləndirmə prosesləri baş verir. Bu proses əsasında tələbənin gələcək həyatındakı, karyera həyatındakı hansı nöqtədə olacağını formalaşdırmağı bacarırıq. Burada həm musiqi sahəsi ola bilər, idman sahəsi ola bilər, eyni zamanda startup innovasiya sahəsi ola, bədii iqra sahəsi ola bilər ki, tələbələrimiz öz sahəsində hansıda uğur potensialı mövcudsa, bu sahədə irəliləyiş aparır. Naxçıvan Dövlət Universitetinin əsas prioritetlərindən biri isə budur ki, tələbələrin öz uğurlarını üzə çıxartmaqdır, tələbələrin öz bacarıqlarını üzə çıxartmaqdır. Naxçıvan Dövlət Universiteti bu sahədə isə tələbələrinin uğurlarını əsasında idman sahəsindəki qazandığımız uğurları misal gətirə bilərik, innovasiya sahəsindəki uğurlarımız və mədəniyyət sahəsində uğurlarımızı misal gətirə bilərik ki, hər biri tələbənin öz istedadlarını üzə çıxarması sayəsində addımlar atırıq. Tələbələrimiz qeyd etmək istəyirəm ki, universitetə qəbul olduğu təqdirdə sadəcə sırf dərsə gəlib, dərsdən getmək kimi akademik bir fəaliyyət istiqaməti aparmırlar. Bu çox sevindirici haldır ki, tələbələrimiz həm akademik fəaliyyətdən əlavə olaraq könüllülük fəaliyyətini və təcrübə proqramlarına qoşulmaqla həyata keçirirlər. Çünki tələbələr dərsə gəlib bilik öyrəndikləri zaman onun praktik yollarını və eyni zamanda cəmiyyət qarşısındakı çıxışları önəmlidir və liderlik bacarıqlarını inkişaf etməyi önəmlidir. Bu sahədə universitetimizin könüllülük proqramları mövcuddur ki, həmənki könüllülük proqramlarına qoşularaq tələbələr öz sahəsindəki inkişafını həyata keçirir. Qeyd etmək istəyirəm ki, bizim tələbələrimiz könüllülük proqramında öz fəallığı ilə seçilirlər ki, onlar dərsdən sonraki asudə vaxtlarını universitetin müxtəlif şöbələrində olan könüllülük proqramlarında öyrənərək öz asudə vaxtlarını həyata keçirirlər. Bəs bu nə üçün lazımdır? Könüllülük proqramları nə üçün lazımdır? Biz könüllülük proqramı əsasında vətənpərvərlik və liderlik bacarığı olan, komanda ilə iş bacarığı olan və bu sahədəki bacarıqlarını kökləyərək tələbəni karyerasına və məzun olduqdan sonraki iş prosesinə rahat şəkildə yönləndirə bilirik. Uğura gedən yolda təhsilin rolu danılmazdır. Bəs gənclər bu barədə nə düşünür? İndi isə tələbələrin fikirlərini dinləyək. Təhsil yəni bizim gələcəyimiz üçün ən parlaq nümunələrdən biridir. Biz də bu təhsili almaq üçün Naxçıvan Dövlət Universitetini seçmişik. Naxçıvan Dövlət Universiteti bizə sadəcə təhsil yox, həm də bizi peşəkar işləməyi və komanda şəklində birlikdə işləməyi bildiribdir. Könüllü təcrübəmiz necədir? Biz könüllüyə qoşularaq sadəcə işlər yox, biz orada komanda şəklində necə işləməyi və təcrübə qazanmağı bilirik. Bu bizim sadəcə universitet nəzdində olan vaxtımızdan deyil, gələcəkdəki də uğurlarımıza müsbət təsir edirdi. Məsələn, burada könüllü kimi işləyib və gələcəkdə daha da uğurlu istiqamətləri komanda şəklində və məsuliyyətdə necə işləməyimizi daha bildirirdi. Universitetdəki uğurlarımızdan məsələn bizim könüllü fəaliyyətində qazandığımız uğurlar var idi. Məsələn, hakatonlara qoşuluruq, orada əsasən uğurlar əldə edirik. Uğur qazanmaq üçün sadəcə diplom kifayət deyil, o diplomu gələcəkdə də necə istifadə edəcəyimizi də bilməliyik. Yəni öz üzərində də inkişaf eləməlisən. Babəyeva Cəmilə Naxçıvan Dövlət Universitetinin kompüter mühəndisliyi tədris incəsində ikili diplom ixtisasının 1-ci kurs tələbəsi, həmçinin prezident təqaüdçüyəm. Düşünürəm ki, təhsil insanların uğurlu olması üçün ən əsas faktorlardan biridir. Sürətlə inkişaf edən müasir dünyada biz gənclər üçün ən böyük güc məhz elə bilikdir. Lakin mənə görə təhsil sadəcə bilikdən ibarət deyil, o bilikdən daha artıqdır. Çünki təhsil bizi körpəlikdən bəri düşüncə tərzimizi, dünya görüşümüzü və özümüzə inamımızı formalaşdırır. Təhsil sadəcə savadlı insanlar formalaşdırmır. Həmçinin cəmiyyətə yararlı fərdlər formalaşdırır və sözsüz ki, uğurlu cəmiyyətin gələcəyi yalnız savadlı insanlarla yaradıla bilər.
Məncə təhsil insanın uğurlu olmasında əsas amillərdən biridir. Lakin sadəcə təhsil kifayət etmir. Bununla yanaşı insanda özünə inam, qarşıya məqsəd qoymaq, bunun üçün çalışmaq, bu kimi keyfiyyətlər də olmalıdır. Universitetə hazırlaşdığım dövrdə motivasiya düşkünlüyü və ya yorğunluq çox tez-tez olurdu. Lakin həm özüm öz motivasiyamı artırmağa çalışırdım, həm də müəllimlərim və valideynlərim də dəstək olurdu. Hər motivasiya düşkünlüyümdə öz hədəflərimi, niyə bu yolda olduğumu yadıma salırdım və çalışırdım ki, eyni əzmlə irəliləməyə çalışmağa davam edeyim. Son olaraq gənclərə demək istəyirəm ki, özlərinə inansınlar, daim öyrənsinlər və inkişaf etsinlər. Hüseynli İradə, Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsi Əczaçılıq ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Fikrimcə təhsil insanların gələcəyin formalaşmasında ən mühüm amillərdən biridir. Həmçinin gənclərin dünya görüşünün və özünə inamının artırılmasında da təhsil böyük bir faktordur. Bununla yanaşı düşünürəm ki, təhsil özünü inkişaf elətdirmək istəyən və uğur qazanmaq istəyən hər bir gənc üçün böyük əhəmiyyət kəsb edir. Və düşünürəm ki, keyfiyyətli təhsil üçün sağlam universitet mühitinin olması da çox önəmlidir. Bu baxımdan da Naxçıvan Dövlət Universiteti tələbələrə elmi biliklər qazandırmaqla yanaşı, həmçinin sosial bacarıqlar da qazandırır. Hansı ki, mənim ixtisasımda həm nəzəri, həm də praktiki biliklərin olduğunu nəzərə alsaq, buna əsasən deyə bilərəm ki, Naxçıvan Dövlət Universiteti bu yolda uğurla addımlamamız üçün ən düzgün seçimdir. Naxçıvan Dövlət Universitetində yalnızca elmi biliklər deyil, həmçinin sosial fəaliyyətlər, sosial bacarıqlar da öyrədilir ki, hansı ki, universitetimizdə bir çox layihələr, tədbirlər həyata keçirilir və mən də bir könüllü gənc olaraq ixtisasımdan əlavə bu könüllülüklərə, bu layihələrə qoşularaq öz sosial bacarıqlarımı inkişaf elətdirirəm. Çünki düşünürəm ki, savadlı, bilikli olmaq, təhsilli olmaq sadəcə dərs oxumaq, elmi biliklər qazanmaq deyil, həmçinin sosial bacarıqların da inkişaf elətdirilməsidir. Digər cəhətdən düşünürəm ki, universitet mühitində gənclərin uğurlu olması üçün ən mühüm faktorlardan biri də müəllimlərdir ki, hansı ki, müəllimlərimiz bir çox biliklər öyrədərək bizə dəstək olurlar uğur qazanmamız üçün və mənim bir çox konfranslarda məqalələrim dərc olunub ki, hansı ki, bunların əksəriyyətində, yəni böyük payda özümlə yanaşı müəllimlərimiz sayəsindədir. Bu baxımdan da qeyd etmək istəyirəm ki, təhsilli olan hər bir gənc gələcəyə uğurla addımlayacaq və dövlətinə, millətinə xeyirli bir vətəndaş olacaq. Müasir dövrdə uğura gedən yol artıq yalnız istedadla deyil, bilik və bacarıqla ölçülür. Gənclər aldıqları təhsil sayəsində öz potensiallarını kəşf edir, yeni imkanlar əldə edir və cəmiyyətə faydalı fərd kimi formalaşırlar. Məktəbdə, universitetdə və müxtəlif təlim proqramlarında əldə olunan biliklər onların gələcək peşə seçimində mühüm rol oynayır. İsmail Laqil, Biznesin İdarə Olunması ixtisası 3-cü kurs tələbəsiyəm. Naxçıvan Dövlət Universiteti tələbələrə yalnız akademik bilik deyil, həm də sosial yönümlü fəaliyyətlərin artırılmasında, liderlik bacarıqlarının inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Mən Naxçıvan Dövlət Universitetində ən çox sevdiyim tərəflərindən biri də odur ki, könüllülük proqramları və tələbə təşkilatlarının olmasıdır. Mən özümdə bir ildən artıqdır ki, Naxçıvan Dövlət Universiteti ailəsinin tərkibindəyəm və könüllülük proqramlarından bir çox sosial tədbirlər, layihələrdə iştirak etmişəm. Bu da mənim üçün çox böyük uğurlardan biridir. Mən burada öyrəndiklərim həm təhsil öyrənmişəm, həm liderlik bacarıqları, həm özümə inam, həm də komanda ilə işləmə bacarıqlarımı daha da artırmışam və buna görə də Naxçıvan Dövlət Universiteti mənim üçün yalnız bir universitet deyil, həm də tələbələrin daha çox inkişaf etdiyi sosial bir məkan olmuşdur. Gənclərə motivasiya olaraq demək istəyirəm ki, yalnız təhsillə kifayətlənməsinlər, bir çox özlərini inkişaf etdirmək üçün bir çox tədbirlərə, könüllülük layihələrinə, sosial tədbirlər olsun, onlara da qoşulsunlar ki, daha da inkişaf etsinlər. Həqiqət Əsgərova, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Təhsil biz gənclərin həyatında ən başlıca vasitələrdən, amillərdən biridir və mən də bu fikirdəyəm ki, düzgün təhsilin əsas başlıca məqsədi təkcə dərsləri öyrənməklə kifayətlənmək deyil. Çünki təhsil sahəsi bizim akademik keyfiyyətlərimizi yüksəltməklə yanaşı, bizim şəxsi həyatımızı yüksək səviyyədə tutur, bizim bir şəxsiyyət kimi formalaşmamızı
həyatımızda xüsusi bir əhəmiyyət kəsb edir. Mənim bu gün bu ali təhsil müəssisəsində aldığım bir ixtisasda qazandığım biliklər düşünürəm ki, gələcək sənət həyatımda mühüm bir baza rolunu yaradır və belə düşünürəm ki, təhsili sadəcə auditoriya çərçivəsində məhdudlaşdırmamaq lazımdır. İlk növbədə elə bunu özümdən misal göstərə bilərəm ki, təhsilimi sadəcə auditoriya çərçivəsində məhdudlaşdırmıram. Bu ixtisasdan qazandığım biliklər nəticəsində həm elmi, həm də publisistik məqalələr yazaraq təhsil sahəsində müəyyən bir rol oynadığımı düşünürəm. Təhsil bizim üçün həm dərsləri öyrədir, həm öz şəxsi bacarıqlarımızı inkişaf etdirir və bununla yanaşı bizim məsuliyyətimizi daha da artırır, araşdırma qabiliyyətimizi inkişaf etdirir və bizim ictimai fəallığımızı da ön plana tutur ki, biz sadəcə akademik göstəricilərimizi yüksək tutmuruq, həm də öz ictimai fəallığımızla təhsil sahəsində necə uğurlu bir gənc olduğumuzu göstəririk və bu baxımdan da deyə bilərəm ki, uğurlu təhsilin açarı bizim aid olduğumuz düzgün ali təhsil müəssisəsindən asılıdır. Mən Rəcəb Raiq, Naxçıvan Dövlət Universitetinin instrumental ifaçılıq fortepiano ixtisası üzrə təhsil alıram və bu yol mənə bir həqiqəti öyrədib. İstedad uğurun başlanğıcıdır, amma bunu inkişaf etdirmək və zirvəyə çatdıran əsas güc təhsildir. Naxçıvan Dövlət Universitetində aldığım təhsil mənə çox yüksəklərə qalxmağa səbəb olub. Solo konsertim və yüksək səviyyəli müxtəlif konsertlərdə iştirakım mənə göstərdi ki, nəticə əldə etmək ciddi hazırlıq və yüksək səviyyədə məsuliyyət tələb etməlidir. Naxçıvan Dövlət Universitetində təhsil aldığım müddətdə mənim səhnə təcrübəm daha çox inkişaf etməyə başlayıbdı. Çünki təhsilim daha yüksək səviyyə olduğu üçün təcrübəm artmağa daha çox başlayıb. Bir çox musiqi janrlarının olmasına baxmayaraq, mənə daha çox ilham verən musiqi janrı məhz caz musiqisidir. Bu musiqidə mən hisslərimi daha dərin şəkildə tamaşaçılara çatdırmağı bacara bilirəm və daha çox ilhamlanıram. İnşallah məqsədim magistr təhsilini xarici ölkədə oxuyaraq təhsilimi daha çox inkişaf etdirməyə çalışacağam. Caz musiqisinə daha çox həvəsim olduğu üçün orada caz musiqisini daha çox inkişaf etdirmək planlaşdırıram və aldığım təhsili Naxçıvan Dövlət Universitetinə qayıdaraq Naxçıvanda musiqi sahəsində aldığım təhsili göstərməyə və tövsiyə etməyə çalışacağam. Əməyimin və təhsilimin sayəsində bu il solo konsertim təşkil olundu və yüksək səviyyəli keçdi. Bir çox yüksək səviyyəli konsertlərdə iştirak edərək Naxçıvan Dövlət Universiteti tərəfindən dəfələrlə mükafatlandırılmışam və təltifnamələr olunub. Sonda qeyd etmək istəyirəm ki, uğur təsadüf deyil, o təhsilin, zəhmətin və əzmin nəticəsidir. Hər bir uğurlu gəncin həyat yolunda ona dəstək olan bir müəllim mütləq ki var. İndi isə mövzu ilə bağlı müəllimlərin fikirlərinə nəzər salaq. Təhsilin çox böyük əhəmiyyəti var gəncliyə. Çünki təhsil elmlər haqqında məlumat verir tələbələrimizə, tələbələrimizi yetişdirir, həm savad baxımından yetişdirir, həm intellekt səviyyə baxımından yetişdirir. Ona görə də, yəni çağdaş dövrümüzdə təhsilsiz gənc, təhsilsiz uğur qazanan gənc təsəvvür eləmək bir qədər çətindir. Yəni, maddi baxımdan uğur qazanmaq olar təhsilsiz, lakin mənəvi baxımdan uğur qazanmaq üçün təhsil mütləqdir. Mən tədris elədiyim fənləri öyrətmək istəyirəm, elmi nəzəri baxımdan və hətta praktik baxımından həmin dərslərin tətbiq olunmasına çalışıram tələbələr tərəfindən və mən istəyirəm, mənim tələbələrim intizamlı olsun, dərslərini yaxşı oxusunlar, onların gələcəyinə inanaq. Çünki biz gələcəyə onlara etibar edirik. Gələcəyimizi etibar əllərə vermək üçün biz yaxşı gənclik yetişdirməliyik. Müəllim tələbələri heç vaxt sındırmamalıdır, onlara gələcəyə inam hissi yaratmalıdır və öyrəndikləri fənlərin onların həyatında mütləq hansısa müsbət rol oynayacağına inandırmalıdır.
təhsil peşədən başqa şəxsiyyətin də formalaşmasında böyük rol oynayır. Düzdür, biz məsələn bu gün deyə bilmərik ki, biz bu dövrümüz haqqında bunu deyirik. Təhsilsiz mümkün deyil. Yəni indi elə bir dövrdür ki, dünya ölkələrinin bir-birinə əlaqəsi, turizm əlaqələri, ədəbi əlaqələr, mədəni əlaqələr, bütün bunlar təhsili zəruriləşdirir. Lakin təhsil peşə üçün bir nömrəli faktor olsa da, onun şəxsiyyətin formalaşmasında da böyük rolu vardır. Çünki, məsələn, təhsil alan gənclər dilçilik kabinəsidir. Məsələn, biz bu dilçi alimlərimizin kitablarından dərs deyirik uşaqlara. Həm də yeri düşdükcə o dilçi alimlərin yüksək keyfiyyətlərini onlara tanıdırıq. Və bununla da onlar artıq formalaşır. Onlar Azərbaycan xalqının möhtəşəm şəxsiyyətləri haqqında yaxşı şeyləri mənimsəyirlər və bu onlarda tərbiyə edici rola malik olur. Biz elə münasibət bəsləyirik ki, gənclərimizə, tələbələrimizə. Onlar bizdən utanmasınlar, onlar bizdən problemlərini bölüşsünlər, onlar bizdən elmdə rast gəldikləri çətinlikləri həll eləsinlər. Vallahi mən elə bilirəm, mən övladlarımın uğurudur, elə bilirəm ailəmizin uğurudur. Mən çox sevinirəm. Mənim tələbələrim irəli gedirsə, bu müəllim üçün məndə çox böyük hisslər, gözəl hisslər yaradır və mən orada öz uğurumu da görürəm, ona görə sevinirəm. Hər halda o tələbənin irəli getməyində az da olsa mənim də rolum var. O baxımdan tələbələrin uğuru bizim uğurumuzdur və tələbələrin uğuru çoxaldıqca sanki övladlarımızın uğuru çoxalıb, vətənimizin uğuru çoxalıb və gələcəyə də inanırıq ki, biz gələcəyimizi etibar əllərə tapşırırıq. Yaxşı şəxsiyyət yetişdirmək ailədən, bağçadan, orta məktəbdən və ali məktəblərin bərabər işi olmalıdır. Və bu hər tərəfli iş mükəmməl şəxsiyyət yetişdirir. Qeyd etmək istəyirəm ki, ən böyük yük müəllimin üzərinə düşür. Çünki müəllim bir mentordur tələbəsi üçün ki, mənim də tələblərim qeyd edə bilərəm ki, bu sahədəki uğurlu qazanmış tələblərim mövcuddur. Müəllimin ilk öncə tələbənin hər hansı bir şeyi bacarmırsa, amma görürsə ki, tələbədə bu istedad vardır, onun üzərinə sən bacarmırsan, yox, sən bacara bilərsən aşılanması və bacara bilərsən sözündən sonra isə müəllimlə birgə işləməsi ən ideal versə mən bunu qarşılayıram. Qeyd etmək istəyirəm ki, məsəl üçün tələblərimizlə bağlı layihələr həyata keçirdiyimiz zaman, misal böyük bir tədbirlər hissəmiz olur və könüllülük proqramlarımızı bura cəlb edirik. Könüllülərimiz qeyd edir ki, məsələn, bu layihədə necə ola bilər? Biz amma deyirik, siz bacara bilərsiniz. Bu bacara bilərsiniz altında isə tələbə üçün böyük bir uğur qazanışı, mənə etimad və mənə güvənc vardır. Təhsil sahəsində keçdiyimiz zaman elmi tədqiqat sahələrində isə eyni prosedur həyata keçirilir ki, tələbəyə bir problem qarşına qoyulduğu təqdirdə və yaxud da ki, öz araşdırmaları gördüyü təqdirdə çətinlik çəkdiyi zaman bizim akademik heyətimiz isə bacara biləcəyini qeyd edir və tələbələrimiz elm sahəsindəki uğurları qazandığı zaman elmi rəhbərləri isə onu ilk başda, ilk o hissədə ona güvəndiyini və onunla bərabər addımlayacağını qeyd etməsi belə, bizim akademik heyətin qeyd etməsi belə tələbə üçün böyük bir uğur sayılır ki, mən akademik heyətlə bu layihəni, bu elmi işimi və bu tədqiqatı apara bilirəm. Aparma və uğur qazana bilirəm. Və bu uğur qazanması isə bizim üçün digər tələbələr üçün də motivasiya xarakterlidir ki, tələbə yoldaşı isə baxaraq ki, mənim yoldaşım qazanırsa bu uğuru, mənim bu sahədə, tələbə yoldaşım bu uğuru qazanırsa, mən də edə bilərəm başlığı altında və başlayır o da elmi tədqiqat işləri aparmağa, startup layihəyə keçməyə və yaxud da ki, hansı bir uğur qazanmağa. Ən ideal burada başlıca tələbənin uğuru üçün mütləq şəkildə tələbənin müəllimi və mentoru olmaqdır. Gənclik çox yaxşı və maraqlı bir dövr prosedurudur qeyd edə bilərəm. Çünki tələbəlik həyatı gəncliyin müəyyən bir hissəsini qapır və bu tələbəlik həyatında biz maksimum öyrənməliyik və nəsə kəşf etməliyik. Əziz tələbələrimizə də buradan çağırış etmək istəyirəm ki, tələbəlik dönəmizdə sadəcə akademik olaraq dərsə gedib gəlməklə deyil də, dərsdə öyrəndiklərimizi praktik tərəfdən həm təcrübə proqramlarına, həm könüllülük proqramlarına yansıtmağınız, yarışmalarda iştirak etməyiniz və özünüzü bu sahədə, hansı sahədə görürsünüzsə inkişaf etməyiniz ən ideal bir yaş dövrü olduğunu qeyd edə bilərəm. İstedad, zəhmət və təhsil bir araya gəldikdə uğur qaçılmaz olur. Gənc pianoçu Fidan Əliyeva da musiqi sahəsində qazandığı nailiyyətlərlə bunu bir daha sübut edir. İndi isə onun uğur yoluna birlikdə nəzər salaq. Əliyeva Fidan, Naxçıvan Musiqi Kollecinin 2-ci kurs tələbəsiyəm. Fortepiano ixtisası üzrə Tərənə Hüseynovanın sinifində təhsil alıram. Mayın 5-i çox uğurlu bir solo konsertim baş tutdu.
Və bu konseptdə verilən ilk solo konserti idi, hansı ki, simfonik orkestrlə birlikdə bir tələbə solo konsert verirdi. Konsertim Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuşdu. Musiqinin Sərhədsiz Dünyası adlı solo konserti idi. Musiqi məktəbindən əvvəl mənə açığı anam ilk musiqi təhsilini vermişdi. Birinci sinifdə Yegor Vasiroviç adlı bir kitab var. Uşaqlara o kitabdan dərs keçirirlər də. Mənim anam həmin o bir il ərzində, birinci sinif il ərzində həmin kitabı keçdi, bitirdi. Buna görə də hər zaman deyirəm ki, mənim təməlimi qoyan əslində mənim anamdır. Ondan sonra musiqi məktəbinə başlayan ilisi Fəridə Ağayevanın sinifində təhsilimi almağa başladım. Daha sonra Həlimə İsmailovanın sinifinə keçdim. Həmçinin Nərminə Qədimovanın da mənim üzərimdə əməyi çoxdur. Mən yəni onun əməyini dana bilmərəm. Musiqi məktəbində oxuduğum illər ərzində baş tutan bütün konsertlərdə iştirak edirdim. Həmçinin uşaqlar arasında konkurslar baş tuturdu. Həmin konkurslarda da mən iştirak eləmişəm. İlk konkursum 2-ci sinifdə olubdu. Orada 2-ci yer tutmuşdum. 2023-cü ildə yenə bir konkursda iştirak elədim və orada birinci yerə layiq görüldüm. Həmçinin 2023-cü ildə festival var idi. Uşaqlar arasında bir festival idi. Birinci, ikinci tur Naxçıvanda idi, üçüncü tur Bakıda baş tutacaqdı. Bu turların hər birindən keçərək Bakıya getmək şansı qazandım. Daha sonra Musiqi Kollecinə qəbul oldum. Musiqi Kollecində Tərənə Hüseynovanın sinifində təhsilimi davam etdirdim. Həmçinin Tərənə müəlliminin də təbii ki də əməyi mənim üzərimdə çoxdur. Mən onun zəhmətini əsla dana bilmərəm. Musiqi kollecində olduğum illərdə də baş tutan bütün konsertlərdə, yəni öz şöbəmizin konsertlərində iştirak eləmişəm. Amma düşünürəm ki, həyatımda qazandığım ən böyük uğur öz solo konsertim oldu. Çünki yenə də deyirəm, bu konsertdə keçirilən Naxçıvandakı ilk solo konserti idi və məncə layiq olduğu kimi də o solo konserti verdik. Nömrələrin seçilməsində hamımızın rolu olubdu. Həm müəlliməm, həm Cahangir müəllim, həm anam, həm özüm. Yəni ümumi qərarla o nömrələri seçmişik və düşünürəm ki, həqiqətən də maraqlı nömrələr idi. Məncə yəni insanlarda xoş təəssürat yaratdı. Gələcəkdə çox uğurlu bir musiqiçi kimi öz yoluma davam eləməyi düşünürəm. Ümid eləyirəm ki, belə də olacaq. Hər kəs öz sevdiyi peşənin arxasınca getsin. Çünki mənim fikrimcə sevərək görülən işin nəticəsi tamam başqa cür olur. Buna görə də hər kəs sevdiyi işin arxasınca getsin. 2007-ci ildən burada işləyirəm. Ona qədər 1996-cı ildən Naxçıvan şəhər 2 saylı Uşaq Musiqi Məktəbində fortepiano və konsertmeyster vəzifəsində çalışmışam. 2016-cı ildə Fidan Əliyeva mənim dərs dediyim sinifə daxil olmuşdu və Fidanın kiçik yaşlarından biz anladıq ki, Fidan böyüyəndə də belə geniş və parlaq bir repertuarla həmişə çalışacaq. Bunun da sübutunu bu yaxınlarda biz gördük. Onun Heydər Əliyev adına sarayda geniş miqyaslı bir repertuarla həm klassik, həm romantik, həm müasir dövrün bəstəkarlarına müraciət eləmişdi və çox təkrar olunmaz bir əsərlər idi bu əsərlər. Hamısına da Fidan yüksək bir səviyyədə öhdəsindən gəlmişdir. Bir müəllim kimi mən işlədiyim zamandan demək olar ki 30 il
həm kiçik yaşlı uşaqlarla çalışıram, həm böyük yaşlı tələbələrlə çalışıram və yadda qalan şagirdlər olur, yadda qalan tələbələr olur. Bəzən müəllimin hansısa tələbə şagird yadından çıxa bilər. Amma belə bir nəticəni görəndə insan öz yetirməsində, öz hardasa kiçik də bir zəhmət olsa, böyük də zəhmət olsa, hansısa belə bir nəticələri görəndə təbii ki, insanda bir qürur hissi olur, fəxr hissi olur və həmən o zəhmətin, həmən o zamanın boşa getməməsi insanı çox sevindirir. Bugün gənclər elm, incəsənət, idman və digər sahələrdə ölkəmizi uğurla təmsil edirlər. Onların qazandığı nailiyyətlər bir daha sübut edir ki, savadlı və məqsədli gənclik cəmiyyətin ən böyük gücüdür. Biz də təhsil və zaman olaraq inanırıq ki, təhsilə qoyulan hər bir sərmayə gələcəyin uğruna atılan addımdır. Uğura gedən yolun başlanğıcı isə məhz təhsildən keçir.